Xeyirli olsun. OTK sualı 7-ci sinif. A ədədinin 4də 3 hissəsi ilə 2də 1 hissəsi B olan ədəd bir-birinə bərabərdir. A və B qarşılıqlı sadə ədədlər olarsa A plus B cəmini tapın. İlk öncə bunu onluq kəsrə çevirdim. A vurulsun 4də 3 bərabər B vurulsun 2də 1-i onluq kəsr halında yazdım. Deməli 0,75 A bərabərdir 0,5 B. Hər tərəfin onluq kəsrdən qurtulmaq üçün 100-ə vurdum. 75 A bərabərdir 50 B. 25-i ixtisar etdim 3 qaldı. 25-i ixtisar etdim 2 qaldı. Naturallıq xassəsinə görə A'mız 2, B'miz 3-dür və ardıcıl ədədlərdir. Ardıcıl ədədlər qarşılıqlı sadə olur. A plus B cəmini istəyir bizdən 2 üstəgələ 3 bərabər 5. Daha bir sual. A, B, C eyni düz xətt üzərindədirlər. Buyurur ki, AB 5'dir, BC 3'dür, AC 8'dir. Bu nöqtələr necə yerləşər? ABC'ni ilk öncə ardıcıl yerləşdirdim. AB-yə 5 verdik, BC-yə 3 verdik. Diqqət etsək, AB-nin üzərinə BC-ni gələndə AC verir. AB-miz 5'dir, BC-miz 3'dür, AC-miz də neçə olur? 8. Ədədi 24-ə böləndə alına bilən qalıqların içərisində sadə ədədlərin sayını tapın. Hər hansı bir ədədi 24-ə böldükdə alına bilən qalıqlar 1-dən 23-ə qədər ola bilər. 24 ola bilməz, çünki özünə 10-da bölünür. 1-dən 23-ə qədər sadə ədədlər 2, 3, 5, 7, 11, 13, 17, 19, 23. Bunların sayını istəyir 9 ədəd. Şəhərlərdən eyni zamanda 2 avtomobil yola çıxır. Onlardan biri gedib qayıtmağa 21 saat, digəri isə 35 saat zaman sərf edir. Onlar neçə saatdan sonra yenidən şəhərdə görüşərlər? Deməli, biri gedib qayıtmağa və yaxud neçə saatdan sonra görüşərlər, bu əkobun açar sözlərindən biridir. Əkobu 21-35. Ortaq vuruq olaraq 7-ni mötərizə xaricinə çıxarırıq. 21-i 7-yə böləndə 3 qalır. 35-i 7-yə böləndə 5 qalır. 3 ilə 5 ardıcıl tək ədəddir. Ardıcıl tək ədədlərin əkobu onların hasilidir. 3 vurulsun 5, mötərizə xaricinə çıxarılmış vuruğu da vururuq. Vur 7 bərabərdir 105.